Səsim eşidilir, növbəti başladıq. Bunda hansı fikir yanlışdır? Dərbənd. Dərbənd. Yaxşı. Sözü necə kök şəkildə ayırarıq burada? Get sözün kökü, m qrammatik, bir qrammatik, dər qrammatik. Bəli. Tam doğru. Növbəti. Şimdi cevap verin müəyyən Ulaşmak. Müəllimcik. İndi biz bunu kök şəkildə ayıraq, düzdür? Hələ C variant. Uzaq sözün kökü. Uzaq sözü axı isim deyil. İsimdən düzəlməyib bu. Hə, bu deyil də yəni. Sonra? Duz olur onda. Bəli. Duz. Duz isimdir də. Nə? Duz. Başa düşdün? Doğrudur. Növbəti. Sırttan tuzanan şeyin ayı. Dərbənd. Sifər. Necə kök şəkildə ayrılır? Yaxşı sözün kökü, laş leksik, mak qrammatik. Yaxşı, laş, mak, sifətdən düzələn feil. Növbəti 40-cı. Növbəti. Sayam düzələn feilin neydi? O məndə. Çox sayı, sayın mənəcə hansı növüdür? Qeyd gətir. Bu çox düzdür. Çox sayından sonra gələn isimlər həm təkdə olur, həm də cəmdə olur. Bunu yadda saxla. Bunu demişik. Çox və çoxlu. Növbəti indi 41. Feildən düzələn. A. İç sözün köküdür. İr leksik, mək qrammatik. Bəli. Yəni yadda saxlayaq ki, ır üstü 4-dən sonra maq artıra bilirsənsə, demək ır üstü 4 leksik şəkilçisi olur. Feildən feil yaradır. Əgər ır zaman şəkilçisi olsa, mən ona maq mək şəkilçisi artıra bilmərəm. Növbəti. Sözcü məndə. Bəli. Hər sözdə şəkil, o şəməsi feillə artırmaz, o mürəkkəb feil birləşmək olmaz. Deməli. Xahiş olmaq demək olmur ki, xahiş etmək olur da. Başa düşdün? Düz dedin. Səsimdə eşidilir, növbəti. Bəlişdir. Hansı sözə et köməkçi feilini artırmazla mürəkkəb feil düzəltmək olmaz. Növbəti. Bakı. Səsi bağla. Səsi bağlayaq.
et köməkçi fe'lini artırmaqla mürəkkəb fe'l mane etmək olmaz ki. Nə cür olar əslində? Mane səsi səsi bağlayaq. Salam, səsi bağlayaq da dedik axı. Bu Mirmehdi də deyəsən qoşulub, düzdür? Mirmehdi də burdadır. Növbəti indi demək, bunu indi Gülzar dedi, düzdür? Gülzar, Ramil, sonra Mirmehdi, sonra da İbrahim Paşa. Oldu mu? Bax bu ardıcıllıqla. Səsi, əlavə səslər olmasın. Növbəti. Mirmehdi buyur. Hə, Gülzardan sonra, hə, indi sən doğrudan, hə. Buyur. Andaman olmaq, dost olmaq, göz qulaq olmaq mı? Artırmaqla mürəkkəb fe'l düzəltmək, göz qulaq olmaq, müğayyət olmaq, dost, andaman olmaq, bəli. Andaman etmək olar da, etmək fe'li buraya gedir. Düzdür, Ramil, növbəti. Mehdi bilir öz növbəsin. Mehdi. Pembe. B variantı. Göz artırmaqla mürəkkəb fe'l düzəltmək olmaq, göz qulaq olmaq olar da burada, düzdür. Növbəti. Paşa. Mehdi. Ya, elənçi danışmayın ha. Elə səslər eləməyin. Elə danışıqlar olur. Daha elə səslər olmasın. Heç bir elə danışıqlar, salam vermə və digərləri olmasın. Xatırlatma edim ki, dərs yaddaşa yazılır, YouTube-da paylaşacağam. Ona görə də elə eləməyin ki, mən o əlavə səsləri bir də Ne oldu? YouTube-da paylaşacağam. Bax, indi hal-hazırda dərs yaddaşa yazılır. Oldu mu? Demək, Bakı deyirsən, B. Bəli. Laş şəkilçə dost olmaq, dostlaşmaq deyə bilirsən, düzdür? Bəli, mən deyə bilərəm. Deyələ. Özəmə. Deyələ, Ramil. Bəli. Bəli. Tanışlaşmaq deyə bilmirsən. Tanışlaşma olur da. Laş olmur. Tanışlaşma olur. Amma yaxşılaş ola bilir, gözəlləş ola bilir. Gördünüz? Amma tanışlaşmaq deyə bilir. Tanışlaşma olur. Olmur. Ona görə də cavab A variantıdır. Növbəti Gülzar. Nə? Gülzar, buyur. Hansı sözü oluz köməkçi fe'linin lan üstəlikli şəkilsə ilə əvəz etmək olur? Ol köməkçi fe'lini ağıllı olmaq necə olur? Nəyə görə dedin A variantı? Nəyə görə? Ağıllı etmək olar. Necə olur? Gülzar.
İndi isə Yəni səssiz bəli, indi isə növbəti Ramil deyir 48. uyğunluğu müəyyənləşmiş mürəkkəb feillər düzəldir. Yəni bizcə Bir C. Dəyib dolaşmaq. atılıb düşmək, çox, Bəli. B. Yəni A. Tamamilə doğrudur. Növbəti testimizə keçirik. Mirmehdi. Hansı cümlədə zaman şəkilçisi feildir? Mənim cavab A. Anlada bilmədi. Bax, yadda saxlayın. Mürəkkəb feillərdən biri də Mirmehdi. A üstü 2 plus bil feili ilə yaranır. Məsələn, gələ bilmək, anlada bilmək görsənmi? Bu mürəkkəb feildir. Sadə feil deyil. Bu deyil. Mən B dedim. Bəli. Çünki düzəltmədir. Deyib güldü. Mürəkkəb feildir də. Mən Öp B şəkli. dedim. Bəli. Öp Mən şəkli. cavab D. Bəli. Saxla sözün Nədən? köküdür, bəli. Keçmiş zamandadır. Neçənci şəxsdədir bu Mirmehdi? Saxladım sözü. Neçənci şəxsdədir? Mən birinci şəxsin təki. Tam doğrudur. Növbəti 50-ci. Gəldim. A. Düzəltmə feil. Axı A variantında davam edirdim mürəkkəbdir, etmək feili ilə yaranır. Bu mürəkkəbdir də. Etdirdim. Hə, bu yox, davam etdirdim birlikdə götürülür. Çünki bu mürəkkəb feildir. Taybatay açıldı, bax Onda o deyil. Bax, B'dir. bəli, B-dir. Amma burada deyib gülürdü görsən, defislə yazılan mürəkkəbdir. Dinlədi sözü isə sadədir, yadda saxlayaq. Növbəti. Gülzar. Karam Xanın aşağıya gah da mənə baxırdı cümləsində sən hansı bilirsiniz? Yəni həyəcanla sözü baxırdı feilinə aiddir də. İndi bu baxırdı feili hansıdır? Təbii ki, isim deyil. Təsriflənməyən feillər hansılardır? Məstər. Məstər feili sifət feili bağlı. Hə, o da deyil ki, görsən, əvəzlik də deyil. Bunlar təsriflənən feillərdir. Hansı zamandadır bu? Baxırdı. Hansı zamandır? İndiki. Düzdür. Ramil. Adlı mürəkkəb zərfin yazısına səhvə yol verilmişdir. Müəllim. C. Lal dinməz dayandı. Nə tərzdə? Müəllim. Dərbənd. Bəli. Birəmin defislə yazılır da. 1-ə 5, 1-ə 1000 o doğrudur da. Haddi. Yox, yox, defis.
Qələbə. Bəli, nə cür yazılmalı idi bu? Söz və söz. Həmişə, Müəllimcə, kiçik. bəli, həmişə yadda saxla. Taybatay, sözbəsöz, anbaan, qovha-qov belə olanda həmişə bitişik yazılır. Oldu. Bu nə cür zərf olar? Mənaca nə cür zərf olar? Söz, Bəli, bu sözbəsöz zərfi mənaca nə cür zərfdir? Mənaca. bilmirəm müəllim nəsə. 4 dənə mənaca növü var da. Tərz, hərəkət, zaman, yer, miqdar. Hansıdır indi bu? Sözbəsöz. Bir nə deyim? Sual ver elə, nə tərzdə sualına cavab verirdi, düzdür? Nə tərzdə təkrar edirdi? Sözbəsöz. Demək bu tərz hərəkət zərfidir. Aydın oldu? Mir Mehdi. Bəli. Mən cavab C. Hansı söz? Hansı söz əsası? Şamaxı da. Axı Şamaxı sözü xüsusi isimdir. Yerlik halda olan xüsusi isimdir. Bu deyil axı. Bacımgil. 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 Yox. Bacımgil də isimdir də. Bacı, mənim bacım, bacımgil. İsimdir də, insan anlayışı. Burada. Bəli, doğru. Yadda saxlayaq, ora, bura sözləri həmişə yer sərfidir. İrəli, geri, yuxarı, aşağı, ora, bura sözləri həmişə yer zərfi hesab olunur. Doğrudur. Paşa. Hamısı Cümran dilində zərf feylə aiddir. Onlar həmişə gözəldir. Ya sən mənimlə belə danışma. D variant. Dərvən. Axı burada ümumiyyətlə zərf yoxdur. Necə sözü əvəzlikdir. Dərslərin necə oxuyur? Bu necə sözü Onda A. A var. Bu dağlar həmişə gözəldir. Axı feil yoxdur burada. Gözəldir, sifətdir. Bu da deyil. Feilə aid olsun. Yəni zərfdən sonra feil gəlsin. Feil yoxdur burada. Bəli. Zərfdən sonra feil gəlsin. Rast gəlmək olmur. Hər zaman. Nə zaman? Hər zaman. Rast gəlmək olmur da feildir. Gördün? Demək budur da cavab. Onda C. Bəli, C. Hər zaman sözü rast gəlmək olmur feilinə aiddir. Növbəti Gülzar. Hansı cümlənin həm sadə, həm də mürəkkəb zaman zərfi işlənmişdir? Yəni Həm sadə, həm də mürəkkəb. Nəyə əsasən? dünəndən sadədir, bugün mürəkkəb. Bəli, tam doğrudur bugün sözü. Nə zaman bugün? Gülzar dedisə doğrudur demək. Növbəti. Ramil. Ramil. Bayram gəlib. Nazmə tərəffüz formasında verilmiş söz zərfdir. Və zərfdən sonra feil gəlir. Bəli, zərf elə feilə aiddir də. Bəli. Bu əllə. Bəli. Ana bizi nə cür olmalı idi bunun tələffüzü? Nə Mehribanlıqla. tərzdə? Görsən? Bəli, nə tərzdə mehribanlıqla? Əladır. Tərz hərəkət zərfliyidir.
Doğrudur. Mirmehdi 7. Z. Az sözün inci tək. Bax, az sözün saydır burada, düzdür? Ben Z. Bilirəm, indi C. bildim də C-dir. İndi baxaq da. Az görməmişəm. Burada az sözü zərfdir. Deyirəm mehriban düşüncələrin istiqamətində qızınaq biraz. Burada da zərfdir. Biraz sözü birlikdə. Azdan hamısında görürsən özündən sonra feil gəlir, zərfdir, amma burada isə özündən sonra isim gəldiyinə görə saydır. Nə cür saydır az sözü sayı? Az nə Qeyri-müəyyən miqdar sayı. əladır, növbəti. İndi də deyəcək paşa. Evet. Evet. Birden şair. Doğrudur, Bakı. Şair, ana leksikdir, cəsarət, isimdir, cəsarətlə, zarafat, yana leksikdir, əladır, növbəti. Ramiz deyəcək bunu. Sıfat işte isim işte zarf. Feyzxanı yox. Yəni həmin cümlələrdəki sözlər bax bu nitq hissələrindən ibarət olsun. Rapı. Yaxşı şagird, yaxşı oxuyar, əladır. Tam doğru. Növbəti 11 Gülzar. Tərcih hərəkət və yer zərfi işlənmiş cümləni müəyyən edir. Səbəb deməlisən. Yəni Səbəbin də nəyə görə? ustalıqla nə tərzdə olar, buranı da zaman, yəni yer zərfidir. Bəli. Tamamilə doğrudur. Ramil Mortis. Keyfiyyət zərfi ilə işlənmiş cümləni müəyyən edir. Kəmiyyət. Cümlə. Hansı söz əsasən? Az çox. Bəli. Özündən sonra görsən feil gəlib. Nə qədər sakitləşdi. Bax görsən nə qədər sualına cavab verir də. Demək bu kəmiyyətdir. Zərf həmişə feilə aid olur. Növbəti Mirmehdi. B. Bakı. Bəli. Doğru sözü nə zərfi olacaq? Nə tərzdə danış? Ayı sonra. Sonra da zəm. Bu deyil. Ha, o da yıkacaq. C-yə bax. E. Ustalıqla sözü tərzə. C. Ustalıqla sözü tərzdir. Nə tərzdə ustalıqla? Sayı. Buranın sözü də nədir? Yer zərfidir. Gördün, burada da müxtəlifdir də. Sonra sabah sözü zaman zərfidir. Yuxarı sözünü harda görürsənsə yer zərfidir. Aydındır? Nə olsun ki, burada sifətin sualına cavab verir. İndi A variantında isə
oxuya-oxuya sözü feili bağlamadır. Demişik axı A üstü 2, A üstü 2. Feili bağlamadır bu. Burada bir dənə zərf vardır. Bəs bu zərf mənaca hansı zərfdir? İrəliyə sözü. Hörmətli, irəliyə sözü Tərz hərəkət. yox, irəli. Hələ bir sual ver. İrəliyə doğru. Tərz hərəkət. Yer. Bəli. Hara getdilər irəliyə? Yer zərfidir də bu. Bəs hansı haldadır bu? Hörmətli, səsi açdı, həmişə açıq. Yönlük. Bəli. Onu de də, onun səsi açın da, həmən dəqiqə bağlamayın. Sual verəndə cavab verin. Oldu? Əlavə də olmasın belə. Keçdik növbə. Paşa. Gəldim. Cümlənin birində zərfə aiddir. Əziz xatirəsi. Yerdədir, haradadır, yeri. Tezdir. C deyil. Bax, hələ sözü zərfdir, tez sözü də zərfdir də. Görsənmi? Zərf demək zərfə aiddir də. Başa düşdün? Zıdır. Bəli, elə hələ sözü də zərfdir, tezdir sözü də zərfdir. Bəli. Cıdır da elə. Ramiz. Tamam. Biraz bərk oxu. Tamam. Mətnin quruluş sənədini nəzərə alaraq məntiqi ardıcıllığı tamamlayın. Bax, axşam quruluşca nə cürdür deyə. Sadə, Çoxdan sözü. çox sınıfı, damlacıq, Düzəltmədir də. Birbaşa, mürəkkəbdir də, 2 dənə kökdür də, bir və başa. mürəkkəb, İndi quruluşca nə cürdür? sadə, cəsarət sözünün ki, Ləlex. lədə, leksik. Düzəltmə. Düzdür? İndi bizə nə lazımdır? Mürəkkəb. Məqabdır, Bəli, at üstü. Nə tərzdə? At üstü. Tam doğrudur. Tərz hərəkət zərfidir. Gülzar. Biz meşəyə birgə yollandıq. Balı yanlış bilməyə. Yanıb. Bəli, çünki bu təsdiqdədir də, inkarda deyil ki. Yol sözün kökü, yollamaq feili var, la leksik, n leksik, d şüydi keçmiş zamandır, q da şəxs şəkilçisidir, doğrudur. İndi burada zərfin deyir ki, fərqi birgə sözüdür də, nə tərzdə birgə? İnkar feili aiddir, xeyr, təsdiq feili aiddir. Doğrudur. Növbəti Ramil. Ramil. Cümlələrdən birinin hərfin formasına verilmiş söz zərf. A müəllim. Hələ oxu bu cümləni. Dağda qazandığı mükafat haqqında sevinclə danışır. Sevinç, burada böyük hərflə yazılıb axı sevinç sözü. Fikir ver. Demək o xüsusi isimdir. Kim ilə danışırdı? Bildin nə dedim? D. Aha. D variantını oxuyaq. Anamın həyəcanla ürəyi əsdi. Bax, həyəcandan ürəyi əsdi. Ananın həyəcandan. Nədən həyəcandan? Bu çıxışlı hallı isimdir. Cümləyə bax da. Amma C-ni oxu bir dənə sən.
Ana həyəcandan bunlar kəslədim. Əslində bu nə cür yazılmalıdır? Həyəcanla. Həyəcanla. Görsən, nə tərzdə həyəcanla. Burada bax, diqqət edək. Cavab C-dir. Növbəti Mir Mehdi. Müəllim lol dinməz. Defislə yazılır da, bu doğrudur da. Hə. Mürəkkəb zərf səhvdir. Hə. Səhv. C. Az-maz düzdür. Azmaz. Düzdür də, defislə yazılır da. Amma yoxdur. B. B. Sözbəsöz dedi axı, babə olanda həmişə bitişik yazılır. Ben onunla bitişik oldu. Onunla bir tane D kaldı. D'de de 1'e 5. Həmişə defislə yazılır. 1-ə 1000, 1-ə 5 defislə yazılmalıdır. Nə zərfi olar səncə bu? Mənaca. Hem de Yəni zərfin Zərf. mənaca. Yox, zərfin mənaca hansı növü olar? 4 dənə zərfin məna növü var da. Tərzi hərəkət, yer, miqdar, zaman. Hansı olar? miktar. Bəli, nə qədər artdı? Düzdür? Paşa. Bəli. Müəllim, canım. Demək, tərzi hərəkət, zərfi. Baxa-baxa sözü feili bağlamadır. Bunu yadda saxlayaq. Eşidərkən sözü də feili bağlamadır. Bu ola bilməz axı. Oradan sözü də yer zərfidir, çıxışlı qaldı. Bu deyil axı. Bu deyil yəni. Canım. Bax, dünən sözü bu ola bilməz, zamandır, amma bugün sözü yenə də zamandır. Bunu götürmədik. Birdən sözü zərfdir, tərzi hərəkət zərfidir. Başqa yoxdur ki, burada qəribə sözü də bu götürülməyəcək. Burada doğru danış. Bax, doğru sözündən sonra feil gəlib axı. Nə tərzdə danış doğru, tərzi hərəkət zərfidir. Sonra sözü də nədir? Zaman zərfidir. Gördün, şərtə uyğun olaraq həm zaman var, həm də tərzi hərəkət. Aydın oldu mu? Bəli. Keçdi, Ramiz deyəcək. Səsi bağlayaq. Ramil, səsi bağla. Ramiz, buyur. Ramil, səsi bağla. Mən cavabdır. C variantı. Biraz sözü zərfdir. Biraz sözü hərəkətə aid zərf, əşyaya da sahib edir. Biraz dincəl cümləsində biraz sözü əşyaya aid deyil, biraz sözü. Bəli. Çünki biz nəticə olaraq buradan bu nəticəyə gəlirik. Ramiz əladır. Yəni Ramiz artıq görürük ki, yəni həmin o əvvəlki Ramiz deyil. Düzdür. Gülzar. Gülzar. Səsi aç, Gülzar. Yer zərfi işlənmiş cümləni müəyyən et. Dərban, Hansı sözdür? sahil, Sahil. Hara sahil? Axı o isimdir. Məkan bildirən isimdir. O ola bilməz axı. canım, Hansı söz?
Hansı söz? Kənddən. Kənddən Kənddən. kənd sözü isimdir. Dan da çıxışlı qaldı da. Bu isimdir axı, çıxışlı qallı isimdir. Yer zərfi deyil axı. A. Hansı söz əsasən? Uzaqdan. Bəli. Uzaq sözü haradan bir atlı gəlirdi? Haradan uzaqdan? Gördün? Uzaq sözü yer zərfidir. Konkret məkan bildirmir axı ona görə. Ramil Mortis, buyur. Ramil. Ramil səsi açsın. Buradadırmı Ramil? Mən deyirəm, təzə gün Buyur. zərfi ilə işləmiş cümləni müəyyən edin. Mükəmməl. Rahat fikirləş. Yalan. Aha, nəyə görə oxu bir dənə? Çünki müəllim, yaxşı şagird dərsdən. Ben burada yaxşı tərz hərəkət zərfidən də özündən sonra feil gəlir. Bəli, özündən sonra feil gəlib. Burada zərfdir, amma burada isə özündən sonra nə gəlib? İsim gəlib axı. Burada İsim gəlib, ona görə zərf olmaz yəni. nə olacaq? Bəs müəllim, Bəli. yaxşı. Necə şagird? Yaxşı. Tam doğrudur. Növbəti Mir Mehdi. Mir Mehdi buyur. Mehdi səs aç, eşidilir yəni, oxuyacaq. Zarafatçı. Zarafatçıl oğlandır. Necə oğlandır? Axı özündən sonra isim gəlib, görsən. Demək bu nədir? Sifətdir axı. Amma o nə elə? Hə. Mənim beytəcəm. Bəli, maraqla. Tam doğrudur. Nəyə görə? Çünki özündən sonra feil gəlib. Maraqla sözü zərfi mənacı hansı növüdür? Tərz hərəkət. Bəli. Bəs C variantında nə olur? Dünənki nöqtələrin yerinə. Dünənki film hamının xoşuna gəldi. Nə olacaq? Maraqlı film, düzdür? Ağıl köpəklər ulduza bənzər. Ağıllı, Ağıllı. bəli. Gördünmü? Bunlar sifətdir də, çünki özündən sonra demək isim gəlib axı. İsmə aid olanda sifət olur, düzdür? Növbəti Paşa deyəcək. Paşa buyur. Gəldi. Demək, necə nəzir sualına cavab verən elə-belə sözlər nitqsə heç vaxt zərf olmur. Mənimlə belə danışma cümləsində necə nəzir sualına cavab verir cümləsində belə sözü zərf deyil. Bəli, çünki söhbət bundan gedir, nəticədə də bu yaranır. Sillogizm həmişə belə olur. Bildin, ikisindən bir dənə nəticə çıxarırıq. Doğrudur. İndi də Ramiz Z. Bərk oxu. Uyğunluğu müəyyən edin. Cavab B. D. Dərbənd. Evet. Hələ bir-bir oxu cümlələri. Bir şəhərə qayalardan üzü aşağı axırdı. Bəli. 2. O dağ çığırı ilə yuxarı qalxırdı. Külək qapını taybatay açdı. Əladır. Demək, B, A, C. Cümləyə uyğun olaraq biz bunları tapırıq. Əladır Ramiz.
Gülzar 27. Verilmiş cümlələrdən birində tələffüz forması verilmiş söz zərf tərəf Sevinç nə danışırdı? Bəli. Tam doğrudur. Ramil. hansı cərgəyə cəbhə hamısını sübutləşmə. Dosya deməli. Yəni dosyana salamlaşdı. Nə tərzdə dosyana? Cavab. Ya o olacaq ya D olacaq. İndi bax, D variantında axı D deyirsən də düzdür. Axı kitabdan sözü nədən kitabdan? Çıxışlı qallı isimdir də bu. Qrammatikdir axı. Bildin? Bu olmaz. Adı da elə. Nə tərzdə cəsarətlə lə leksikdir. Ucadan danışdı. Burada dan çıxışlı qal deyil ki, kimdən, nədən, haradan sualına cavab vermir. Oldu mu? Bəli. Cavab A-dır. Bir Mehdi. A. Əvvəl sözü sifət ola bilməz. Aydın, gözəl, yaxşı. Bəli. D. İsmə aid olanda sifət olur, feilə aid olanda zərf olur. Tam indi doğrudur. Ramiz. Hansı cümlədə zərf feilə aid deyil? Yəni zərfdən sonra feil gəlməyib. Yəni baxdı özü. Cavab C. Bəli, nəyə görə? Həmişə qarlıdır. Necədir qarlıdır? Nəyə aiddir? Zərfdir. Bəli. Demək zərf nəyə aiddir burada? Zərfdir. Əladır Ramiz. Tam doğru. Yəni hiss olunur, tam fərq var. Növbəti Gülzar. 31. Hansı cümlədə nöqtələrin yerinə tərzi hərəkət zərfi yazılmalıdır? A. De görüm hələ necə olur, nəyə görə? Həvəslə. Həvəslə, əla. Nə tərzdə həvəslə? Ramil. Ramil. Ramil, səsi aç, Ramil. Deməli. Elə bildim, eşidilmir. Çıxıbsan linkdən, elə bildim. Görmürəm axı mən onu, ona görə. Deməli. D variantı. Nəyə görə bəs? D nədir bəs? Tərzi hərəkət. Bəli, bərkdən danışdı. Nə tərzdə danışdı bərkdən? Çoxdan onu görmürəm. Nə zaman çoxdan? Birdən onunla rastlaşdım. Nə zaman birdən? Hərdən onu görürəm. Nə zaman hərdən? Paşa.
Onda qoy desin Mirmehdi. Mirmehdi deyir. Buyur Mirmehdi. 33. C. C variantı. Bəli, C variantı bəs nədir burada? Nitq hissəsi olaraq nə olar? Həyət. Hara həyət? Dadə hansı haldır? Yerlik. Yerlikdir. Bəs həyət sözü hansı nitq hissəsi olur? Hara həyət? Kim, nə, hara? İsmi. Bəli, isimdir də. Həyat sözü isimdir də. Kim, nə, hara sualına cavab verir? Dadə də yerlik olur. Vəssalam. Amma obrilər isə hamısı nədir? Dedi axı, yuxarı, aşağı sözlərini harda görürüksə, ora, bura sözləri zərfdir. Aydındır. Tam doğrudur. İndi də paşa deyirsən yoxdur, Ramiz desin. O da yox. Nə yox? Nəyə görə belə olub görə? Yoxdursa Gülzar desin. Biri kəmiyyət zərfi deyil. İşıqlar sönüb yəqin bəlkə. Dərbənd. Bəli. Dərbənd bəs nədir burada bu söz? Say. Nə cür saydır? Qeyri-müəyyən. Özündən sonra tək gəlir, yoxsa cəm gəlir? Sadəcə cəm. Bəli. Bir də hansı qeyri-müəyyən idi ki, yalnız cəm gəlir? Bir çox. Tam doğru. Ramillə buradadırmı? Burada mən deyirəm. Öyle. Açıq danışdı. Yenidən başladı. Tamamilə. Nə qədər? Tamamilə. Gəl bunu biz B götürək. Tamamilə sözünü biz kəmiyyət zərfi götürək. Başa düşdün? Nə qədər? Tamamilə. Aydındır. Növbəti indi Mirmehdi. Əgər ismin sualına cavab verirsə zərf deyil ha, bunu bil. Bax qabaqcadan deyim o sözlər. Mən B. Qışda gecə gündüzdən uzun olur. Nəyə görə bunu dedin? Nəyə görə bunu dedin? Düz dedin. Çünki sual verir. Səndən sonra cavab verir. Bəli, o isim olur. Gördün? Amma gecə çatdıq burada nə zaman sualına cavab verir. Nə zaman sualı olanda artıq zaman zərfi olacaq. Müəllim bizdə işıqlar sönmüş. Təzədən qoşuldum. Aha, bildim. Ramizdə də yoxdur. Ramizdə də sönüb yəqin ki. Hə. İndi buyur. Elə paşa səndə. Gəldim. A. Birdən Yo, yıxıl. hadi. Hadi. Yaxşı. B. B. Bakı. Bəli. Birdən sözü nədir bəs burada? Say. Bəli. Nə cür saydır mənaca? Müəyyən. Bəli, əhsən. Tam, yəni konkret biz bilirik ki, bu müəyyəndir. İndi də növbə gəlir Gülzar. Yox, Ramiz idi, Ramiz doğrudan. Ramiz. Ramiz yoxdursa, onda Gülzardır. Gülzar deyil. Rövşən Taran atasının üzünə baxdı cümləsidəki zərfi təhlili ilə bağlı yanlış müəyyən edir. Bundan sonra da reaksiyalar olacaq. Görək kim tez çıxır.
Nəyə görə cənab? Çünki bu nə? Cevap her zaman feilliydi. Bəli, tam doğrudur. Bizim vaxtımız artıq tamamlanır. Belə, biz indi burada gördüyümüz kimi bu send reaksiyon varı, bunu açacağam. Görək Ramildir, Mirmehdidir, İbrahim Paşadır. Görək kim tez sıxacaq reaksiyanı. 3, 2, 1. Sıxdım. Görək kim gəlir. Kiminki gəlir görək. Ramil sıxdı. Ramil sıxdı. Ramil sıxdı. Sonra Mirmehdi sıxdı. Bildiniz? Göründü ekran. Görmez olsa ben sıfır. Dislike'larınız orada gəlir ha. Dislike'lar atırsınız. Belə, sağollaşırıq biz. Sabah da topluları gətiririk. Sağ olun.